Salamlar dostlar, videoya xoş gəldiniz. Bugünkü videomuzda Elektro 32 ligində kupa kasmağa davam eləyəcəyik. 2 dənə saldırı eləmişəm, amma hələ də 28 dənə saldırı var. Onları bitirmək lazımdır. Ordumuz yenə bu şəkildə klassik mənim ordumdur. Yəni çox vaxt bu oradan işlədirəm. Amma arada bir Barbar Kralda öfkəli jellə dəyişiklik eləyirəm. Çünki çox vaxt Barbar Kral ordu ilə birlikdə getmir, kənara falan qayır. Ona görə Barbar Kralda öfkəli jel lazımdır. Burada üstten yürütəcək təbii ki də. Amma risklidir. Çünki burada bilirdim Teslalara çıxacağım. Ay. Çox Tesla çıxdı. Özellikle indidən bastım. Çox gözlətməyə ehtiyac yoxdur. Tilkidən daha verimli istifadə etməyə çalışıram əlimdən gəldiyincə. Çox da belə görünməzliyi tez atanda tilki özelliği gec istifadə edir. Pisdir də, yəni ona görə ehtiyat qılmalıdır. Tilki öləcək onsuz. Yəni tilki elə də umud eləməyək. Bəsimdir. Buradan Kraliçəni biraz yanına atdım. Orada Devok'un tək ata biləcəyi şeylər var idi, binalar var idi. Ona görə ordu da həm kaymasın. Ordunun kayacaq bir şey olmadığına görə tez attım ordunu. Şampiyonu da ataq. Burada inşallah Tesla çıxmaz daha da. Çıxdı, onu alaq. Ordu qaydında alaq. Ordunun bir qismi sağ tərəfdədir. Bura belə şey attım, totem attım. Öfke büyümüz var. Öfke büyüsünü ataq. Ortanı sarmaşdırdım. Çünki o görünməzlik çox canımızı sıxacaqdı. Barbar Kralın özəlliyini basa bilərəm əslində. Bura bir dənə büyücü ataq. Hələ ki koruyucunun özəlliyini basmalıq bir durum yoxdur. Səbəbə şifacıdan canı fulldur. Şifacıdan canı nə vaxt kazası onu da basacağım. Çünki ordu üçün şifacılar çox vacibdir. Onlar ölsə problem yaşanır. Aha. Burada özellik basa bilərik. Orta açıldığı üçün. Şampiyonu halal olsun. Şeyi aldı. Hey, adını unuttum. Monoliti aldı. Görmezlik bit. O büyük şey. Orada tuzağın olması yaxşı oldu. Barbar Kral mərkəzə döndü. Şampiyonumuz öldü ama bir şey olmaz. Bir ton ordumuz var. Bu ordu ilə də bir belediye binası 14 falan üçləmək olar yəni. Ordum çox güclüdür. Bu orduda hər bir köydə saldırarkən özümə çox güvənirəm. 40 kupa. Sandıqlar gəlib bir də. Ender. Gözlədiyim kimi. Sandıqlardan Klan Kalesi pastası çıxsa yaxşı olar əslində. Amma o qədər şanslı deyilik. Şampiyonu üstdən yürütəcəm. Çünki sol tərəfdən şampiyonu yürütülməsi çox gözlənilən bir şeydir. Yəni ora mayınları daha doğrusu döşəmişdilər. Elə fikirləşim. Çünki çox vaxt düzənlər belə olur. Həm də orada Minyon Prens var. Minyon Prensin olduğu bölgələr çox təhlükəlidir. Yəni genel olaraq danışıram. Bir çox düzənlərdə elə olur. Özellik basaq. Tilki öldü. Bir şey olmaz. Bir şey olar. Çünki o görünməzlik başa getdi. Şampiyon orada niyə hel elədi ki? Geri çağırdım. Pis yerdən saldırmaq, buradan saldıraq. Buz golemini atacağım ama Kraliçe biraz irəliləsin. Buz golemini attım. Buranı sarmaşdıraq.
Buradan 3 gəlməyəcəyi çox şeydir, bəllidir. Amma yetilərimiz var. Bəlkə bir ehtimal. Şifacılar orada satdı məncə. Çünki binicilərə can basmadı. Bilmirəm nəyə can basırdılar, amma yəni orada şifacıların satdığı çox bəlli idi. Şifacılar da günah. Yəni buradan 3 gələ bilərdi təbii ki də. Hadi süper barbarlar onu alım heç olmazsa. Yəni süper barbarlar da çox zəifdir. Onlara bir səviyyə gəlməlidir. Kraliçə əslində ala bilər, amma vaxtdan gedər də. Çox yönlü ala bilər. Çox yönlü ala bilər. Çox yönlüyə dönmədi. Yox. Ödülümüzü alaq. Sandıq. Yəni bu elektro 32-də lig atlama 15'e qədər çıxmadı o sürəcə mən lig atlaya bilməyəcəm. Ən azı 15'e qədər gələ. İlk 10'a girənlər lig atlaya bilər. O pisdir də. Burada haradan saldıraq? Yəni buradan saldırmağa daha çox üstünlük verirəm. Çünki savunmalar burada daha sıx yerləşib. Amma sağ tərəfdən də saldırmaq olar əslində. Yəni belediyə binası 18 həqiqətən çox çətindir də. Yəni 3 atmaq olmur. Vazgeçdim, buradan saldıracağım. Bura daha yaxşıdır. Əlimizdən gəldiyincə diqqətli istifadə edəcəyik tilkidən. Tilkidən ola bildiyincə yararlanmaq lazımdır. Tilki niyə belə eləyirsən? Çox hasar yedi. Yəni bilərəkdən görünməzliyin kənarları ilə getdi. Savunmalar da nə hikmətsə ancaq tilkiyə vururlar. Neysə. 2 dənə görünməzliyimiz var. Tilkidən son kez yararlanırıq deyəsən. Çünki o birazdan dediyim kimi öləcək. Özəllik bastım. Hara gedəsən? Neysə, önəmi yoxdur artıq. Kraliçənin özəlliyini də bastım. Duvar yıxıcı. Duvar yıxıcı partda orada. Helal olsun. Titanı kraliçə ilə bərabər atmağımın səbəbləri var. Çünki şifacılar çox vaxt şeyə taxılırlar, titana taxılırlar. O çox pis vəziyyət olur. Şampiyonu da atdım. Burada bir dənə büyücü atsaq, oraları təmizləyər yavaş-yavaş. Direkt girişdə öfkə basaq. Bu qismi sarmaşdırıram. Bura bir dənə totem büyüsü. Şampiyonumuz yaşayır. Şampiyon biraz ordunun gerisi çox öndə getdi. Özəllik bastıma görə öləcək. Koruyucu satma, xahiş edirəm. Öfkə basa bilsəm. Nə qədər birlik var orada. Birlik atıcıdan gəlir hamısı. Allah. Kraliçə duvarlarla uğraşma da kraliçə. Allah, kraliçədə duvarlara qarşı bir sevdası var. Özəllik bastım barbar kralın. Çox da önəmli deyil. Çünki onsuz da buranı ala bilməyəcək. Yəni dediyim kimi belediyə 18'də belediyə 18'ləri 3 atmaq çox çətindir, çox. Yəni ordu seçərkən belə nə qədər fikirləşmək lazımdır. Ordunun önəmi böyükdür. Alev topu istifadə eləsəydik hara atacaqdıq. Yəni çox fazla ağır savunmalar var. Hələ kraliçə indi gəlir məsələn. Yəni 2 saat oturub orada duvarlarla əlləşdikdən sonra gəlməyi də ayrı bir qəribə bir şeydir. Bəlkə də kraliçəyə dev də almaq lazımdır. O duvarlara taxılması səbəbi də odur. Tək başına irəliləməsi biraz pisdir. Demircidən bir şey yüksəldə bilirikmi? Figürü yüksəldə bilirik. Bir dəfə də yüksəltdim. Bir dəfə də yüksəltdim. Canı nə qədər? 9000. Çox azdır. Bunu hələ 1-2 səviyyə də verməliyik. Yəni 7 səviyyə dev nə iş yapa bilər bəlli deyil. Kahraman gücləndirmələri də gəlirdi. O da yaxşıdır. Hələ ki belə davam eləyək. Amma 9000 can da az deyil əslində. Nəysə. Onu düşünərik. Şampiyonu hardan yürütək?
Ya bu hissəni almaq istəyirəm, amma çox fazla mayın çıxacağı bəllidir. Yəni tilkidən elə də verimli istifadə edə bilməyəcək kimi gəlir mənə. Bax, tilki bu qədər hasar yedi indi öyrənməsinə. Qəşəng mühafızın sayəsində nə qədər içəri girə bildi şampiyon, o yaxşı oldu. Mühafızı al. Görünməzliyi kapatdım. Buz golemlərini də bağlayayım. Öfkeyi özellik bastım. Buz golemlərinə getdi. Yəni ona görə onu orada saxlamağın bir mənası yoxdur. Kraliçeyi buradan ataq. Tomruk mu işlətəcək? Yox, yenə birlik fırlatıcı işlədəcək məcbur. Biraz dəstəkləyərik 1-2 valkürlə. Kraliçe orada yavaş-yavaş irəliləsin. Mən buradan orduyu salım. Hər şeyi bastım burada. Orada süper barbar attım. Mesela mayınlardan kastı, mayınlar dediğim bu idi. Ne kadar mayın çıktı, tuzaklar falan olsun. Bura bir sarmaşdırma. Yəni orada onslarla nıqqana hərəkət elədiyi üçün. Kəllə avcısını indidən ataq. O kraliçe canımızı sıxacaq orada. Kəllə avcısı öndə getdi amma öyle yaylı tuzağa takıldı. Burada totem attım. Kraliçe öfke attım burada. Sürətli bir şəkildə oranın altında. Yəni orada barbar kral olsaydı çox qəşəng olardı aslında. Ortanı alan mərdiksə böyük problem var. Əlimdən gəldiyincə bu köşələri falan təmizləyək. Şifacılar can bassın o binicilərə. Şifacılar çox da iş görmürlər nədənsə. Şifacılara level basmaq lazımdır. Son səviyyə deyirlər. Amma deyəsən level basa bilmirəm. Səviyyə atlata bilmirəm. Şampiyon tilkisi hələ də yaşayır. Mən onu öləcəyini düşünmüşdüm. Yəni belə də olsa orada yürütdüyümüz zaman çoxdan ölmüşdü. Neyse, barbar kralın özelliğini bastım. Yəni gözlətməyin nə mənası var. 3 rahat bir şəkildə 3 yıldız. Sandıqdan da Klan Kalesi pastasını hələ indi verir. Bunda bir sonraki videoda istifadə edərəm. Neyse dostlar, bugünlük videomuz bu kadar olsun. Yetməzdən əvvəl Klan Kalesi ödülləri də toplamışım. Neyse, onu bu sonraki videoda toplayarım. Sağ olun, salamat qalın.